Hər vaxtınız xeyir olsun, dəyərli tələbələr. Sizi 2026-cı il Ehtimal Nəzəriyyəsi və Statistika fənninin sualları ilə tanış edirəm. Sualların izahını verməyə çalışacağım. Amma bir məsələ var ki, oxşar suallar işləməyəcəm. Birinci sualdan başlayıram. Düzdür, bu sual əvvəli keçən mövzunun sonuna aiddir, amma gəlib əvvələ düşübdür, izah edəcəm. Qayda belədir ki, Koçelin kriteriyasının müşahidə qiyməti bərabərdir S maksimum bölək bu S-lərin cəmi, S-lərin hamısının cəmi. Maksimumu burada neçədir? 0,168-dir. Bəs bu aşağıdakilərin cəmi nə qədər edir? O cəmi aydınlaşdırmalıyıq. Deməli, 0,18 üstə gələk 0,36 üstə gələk 0,44 üstə gələk 0,68. Bunların hamısının cəmidir. Bu 0 tam təqribən edir. Deməli, bunu hesabladım mən. 0 tam 40, neysə 96 belə bir şeydir. Bunu təqribi götürürlər. 0,41. Ha belə. Eyni cürə izah buna aiddir. Yəni, eyni düstur buna aiddir. Aha, gələk bura. 3 silahdan heç olmayan bir silahın vurma ihtimalı. Bu nəyi inkar edir? Heç olmayan bir hadisənin baş verməsi birdən çıxacaq bunların Q1, Q2, Q3-ünü. Yəni, əks hadisələrini. Birdən çıxacaq deməli 0,15, buraq 0,55, buraq 0,15. Bunu hesablamalısınız. Hər üç pozisyonları vaxtında alma, hər üç hadisə baş versin. A, B, C, üçü də baş verməlidir. Üçünü də bir-birinə vuracaqsınız. 0,95, buraq 0,18, buraq 0,16. Sonra demək 100 dəfə dəyərməsinin 62-si vaxtında verilməməsi 25-ə kotanın pis olması. 62 üstə elə 25 elədir 87. Deməli 13 dənəsi digər səbəblərdən olub. Da elə deyilmi? Başqa səbəblərdən olub. Onu deyir %13. Sentyabr ayında, sentyabr ayı 30-dandır da. Sinirli günlərin sayı 10'a bərabər. Sentyabrın birinci günü 30'da 10, vuraq 29'da 9. Hər ikisi hava çiskinli olsun. Və bunu sadələşdirib yazmaq lazımdır. Sonra 10 nəfər var, 6'sı kişidir, 4'ü qadındır. 3 nəfərin hamısının qadın olur, 3 nəfər seçirlər. Demək kişi yox, 3'ü də qadın olsun. Bunun modelini yazdım. Burada olacaq kombinizon 10'dan 3, burada olacaq kombinizon 4'dan 3. Buraq kombinizon altdan 0 və 1 verir deyin yazmıram. Bu toplanma qaydasıdır. 150 buradadır, 120 buradadır, cəmi 270 edir. Sonra Aprel ayı 30'dan da 30'da 6, burada 5'də 1. 25 tələbə var deyir, qrup rəhbəri seçilsin. 25'də 1 vuraq, 24'də 1 mavini, bir də onun mavini, 23'də 1. Demək, bu qayda ilə hesablanmalıdır. Sonra 7 detal var, bunun 5'i standart olma ihtimalı, 7'də 5'də standartları istəyir. Çox sadə suallardır bunlar. Bu sadə suallardan keçəcəm. Sizə əsasən hər atıcının hədəfi vurması bir-birinə vurulmalıdır. Hər atıcı hədəfi vurmaması, əksinə. Yəni heç biri dəyməsin. 0, 10'da 7, vuraq 0, 10'da 2. İndi gəldim, bax, bu bayisə və ya tam ehtimala aiddir. İndi baxaq görək hansına aiddir. 3-2 nisbətindədir. O demək ki, 5'də 2 birindədir, 5'də 3 də birindədir. Riyaziyyat ixtisası üzrə %92'dir.
Riyaziyyat müəllimliyi ixtisası üzrə %95-dir. İş tapa bilirlər. Riyaziyyat müəllimləri, əvvəlcə iş tapma ehtimalı, tam ehtimal tapır. Amma bunları bir-birinə vurub toplayacağım. Buna tam ehtimal deyirlər. Bərabərdir. Vurub toplayanda 500-də nə eləyir? 92-ni 2-yə vurdum. 4, 184. Üstə gələk. 500-də 95-i 3-ə vuranda 15, 27, 28. Bu eləyir 500-də. Birini həll edirəm, qalanını özünüz eləyəsiniz. 9, 6, 4. Bu qədər. İndi deyir ki, birinci riyaziyyatçıdır, ikinci riyaziyyat müəllimi. İş tapan riyaziyyat müəllimi olma ehtimalı. Yəni, bu hadisə baş verdi artıq. İkinci ayda olma ehtimalı. Bayesli budustur. İkincisi isə, yəni 500-də 285-i böləcəm 500-də 469-a. Və bu deyir 469-da 285. Və belə. İndi gələk bura. 1-3-6 nisbətindədir. O demək ki, 10-da 1-dir, 10-da 3-dür, bir də 10-da 6-dır. Birincidən olması, təmrə ehtiyacı olmamasıdır da, %98. İkincidən olması %88. Üçüncüdən olması %92-dir. Və bunu bir-birinə vurub toplamalıyıq. Bir-birinə vurub toplayandan sonra cavab alacaqsınız. Eyni şeydir, həmin birinci təchizata aid o. Birinci sizə nə qədərdir? Məsələn, 100.000-də biri 98-i böləcəm və bunların hamısının cəmini. Hamısının cəmi də 1000-də nə qədər eləmiş? 914. Və bu deyilir 914-də 98. Və belə. Parabola 8-hərfli kombinasiya düzəltmək olar. Bunu belə eləyirlər. Mən sizə deyim. 4, 4, 8 faktoriyalı böləcəm. P-dan 1 dənədir. Amma hansı təkrar olunur? A-dan 3 dənədir. Böləcəm 3 faktoriyalı. Qalan hər şey nizam. Deməli belədir. 50-80-cı kilometrlikdə xarab defekt varsa, məxrəcdə olacaq 80 çıxaq 50. Amma həmin defektin bu aralığa düşməsi ehtimalını istəyir. Onda burada da olacaq 65-dən 60 çıxacaq. Belə. 10 tüfəng var. 6-sı pirsellidir. Deməli 10-da 6 var, bir də 10-da 4 var. Adi tüfənglər var. Birincinin olması 10-da 9-dur, ikincinin hədəf vurması 10-da 8-dir. İxtiyar götürmüş tüfənglə vurulsun, bir-birinə vur topla, tam ehtimal istəyir. Sonra hər iki güllə ilə vurması, ikisini bir-birinə vurmalısan. Görürsünüz 72-dir. 3 zər deyir, ardıcıl atılır. 6 rəqəm düşmə sayını ifadə edir. İkisinin ehtimalını soruşur. Deməli, 3 dəfə zər ardıcıl atılır. Deməli, 6 rəqəm düşmə sayını ifadə edir. Burada bu sayın 0. 6 heç vaxt düşməsin də, elə deyilmi? Deməli, 6-da 5, bura 6-da 5. Bura 6-da 5. Heç vaxt düşməsin də, yəni. Düşməsi 6-da 1-dirsə, düşməməsi 6-da 5-dir. 6 mühərrik var, 0-ın sayısı qoşulmaması ehtimalıdır. Yəni 0-10-da 2-dir qoşulmaması. Qoşulması 0-10 8-dirsə, qoşulmaması 0-10-da 2-dir. 6 dənədir burada da mühərrikin sayı. Hər üç silahın hədəfə vurma ehtimalını tap. Üçünü də bir-birinə vurarsın. Üçünü də bir-birinə vurub yazarsın. Hədəfə dəymə ehtimalı var, 3 bomba ilə hədəfə vurulma ehtimalı var. Bu Bernoulli düsturudur. P, N-dən K, bir dəfə yazıram düsturu. Komizyon N-dən K vura, P üstü K, 2 üstü N-K. P 6-dan 3 bərabər, komizyon 6-dan 3 vuraq, 0-10-da 2-in üstü 3 vuraq, 0-10-da 7-in üstü 3. Və bu hesablanmalıdır. Hamısını dəf etmə ehtimalını soruşur. Hamısını bir-birinə götürüb vurmalısın. Üçünü də bir-birinə vurulmalıdır. Burada nə deyir görək?
Burada da görünür düzəldim seçmə dispersiya verilib. Sizə keçir müşahidə olunan qiymətini soruşur. Aha, deməli bunlar varsa, bunlar bir-birini toplayanda deməli nə baş verir? Demək burada müşahidə olunan qiymətini soruşur. F müşahidə bərabərdir. S böyük bölək S kiçik. Bu da bərabərdir. 0.83 bölək 0.37. Bu da təqribən onun qiyməti. Eyni şey burada aydındır. 0.95'i böləcəm 0.31'e. Aha, burada dx var, indi sx nəyə bərabərdir? Sx-in bir düsturu var, bərabər. Deməli, n1 tutaq ki, bölək, n1 çıxaq 1 vuraq dx. Əvvəl bu hesablanmalıdır, bax. 9 bölək 8 vuraq 14,4. Bu hesabı. Sonra s-y hesablanmalıdır. 6 bölək 5 vuraq 20,55. Və bunlardan sonra gətirib yerinə qoyub hesablanmalı, yazıb toplamalısın. Oxşar məsələ burada da eyni düsturlardır. 14 bölək 13 vuraq buna. Sonra 6 bölək 5 vurursun buna və yerinə qoyub hesablamalısın. Belə. Oxşar eyni cürəsi buradadır. Düzəldim, bu dispersiyanın qiymətləndirməsini soruşur. Yenə də burada böyük kiçiyə bölünmək lazım. Böyüyü hamısını cəminə bölməliyik. Tamamlanmalıdır burada da. Demək burada da bunların hamısını toplayıb s kvadratını qiymətləndirməliyik. Bərabərdir. 4 dənə 4'e böləcək. Bunlar toplanacaq 0.31 üstə gələk. 46 üstə gələk 0.51 üstə gələk 0.62. Eyni şey burada doğrudur. Aha, indi burada A parametrinin qiymətləndirilməsi yazaq. Deməli x s çıxaq t sigma bölünsün n. Kiçik bərabərdir A, o da kiçik bərabərdir x s üstə gələk t sigma bölünsün n. Bu düsturla tapılma. T burada bərabərdir 2,58. Yerini qoyub hesablamaq lazımdır. Eyni qayda burada doğrudur. Etibarlı intervaldır. Binomial paylanmanın dispersiyası MPQ-dur. Neçə dispersiya 6'ya bərabər. Dispersiyanın üstü deməli neçə dəfə atmalıyım? N vuraq, metal pul atıram da. Eləmi? 2'də 1, 2'də 1. 6'ya bərabər olsun. N 24 deməli. Riyazi gözləməsini biz bir dəfə atdıqda düşən xalların riyazi gözləməsini deməli belədir də. Bax bu x-dir, bu da paylanmadır, p-dir. Xallar düşməyə bilər. Deməli xallar sayının hamısında 6'da 1 dəfə atdım 6'da 1. Sonra ikinci dəfə 6'da 1. Hamısı 6'da 1. Deməli 6'da 1'i vuracağım. 1'dən 6'ya qədər ədədlərin cəmini. Bu da 6'da 1 vuraq. 1'dən 6'ya qədər ədədlərin cəmi 6 vuraq 7 bölək 2. Bu da 3,5. Dispersiyanın xassəsi doğrubəndi göstərir. Budur. Minusu da plusa çevirir. S-ni kvadrat kimi çıxardır belə. Burada niyə düz deyil? Burada minus yazıb, bu düz deyil. Burada da həmçinin düz deyil. Burada nə düz deyil? Sabit 0 olmalıydı və s. O nə zaman olar? Y sabit olsa düz gələr. Aha. Müşahidə olunan qiyməti yenə də eyni şeydir. Müşahidə olunan qiyməti aydınlaşdır deyir bizə. Böyük kiçiyə böləcəksiniz və bu böyük kiçiyə böləcəksiniz. S böyük bölək S kiçik. 0.94'ü böləcəm 0.28'e. Bərabər addımlı paylanmalara gətir. 2'dən 22'ye qədər 2,22. Bu intervalı neçə yerə bölə bilərəm mən? Baxım neçə yerə bölür? 5 yerə. Aydın. Demək 4 gedəcəm. 2'dən 6'ya bir parça. 6'dan
10'a bir parça. 10'dan 14'e bir parça. 14'ten 18'e bir parça. 18'den 22'ye de bir parça. 2'nin altını cəmi 8 eləyir. 8'in yarısı 4'dür. Gördünüz mü? Sonra bunun yarısı 8. Toplayıb yarı bölməliyik bunları. İndi bu necə oldu? 2-6 intervalı, 2-6 və bunların cəmi 6'dır. Görürsünüz 6 verilib. Sonra 6'dan 10'a qədər bunların cəmi də 10'dur. Sonra 10'dan 14'e kimi və bura kimi 14'dür. Buradan bura kimi də cəm 10'dur. Görürsünüz. Deməli, yox 18'den bura kimi 6'dır. Bu da 18'e qədər idi buradan. 14'den 18'e qədər. Deməli, neçə ilə 14, 18 edir. Deməli, bu şəkildə 14 eləyir, bu da 4 eləyir. 14-18 intervalı. 14-18 intervalı budur da, bir dənə 4 var. Belə. XS-ini tapdıq. XS bərabər idi. Deməli, M4 buradaydı. M4 bölünsün. Sigma çıxaq 4. Buydu da. Bərabərdir. 79,6 bölü 2,2 çıxaq 4. Bundan hesablanmalıdır. Demək, burada belədir. XS əmsalı bərabərdir. M4 bölü sigma üstü 4'e çıxaq 3'dür. Düstur belədir, bax. Düstur belə olacaq. Burada da düsturum nə şəkildə olacaq? Deməli, buradakı düstur da yenə böyüyü, S böyüyü böləcəm S kiçiyə. Və hesablayacağım. Burada bəyəkçi kimidir. Deməli, bunu tapmaq üçün 7 bölü 6 bura, 16,4 üstə gələk. 6 bölü 5 bura, 20,5. Bundan hesablanacaqsınız. X'in komponenti, X'in nə var? Burada ayırıram bunu. 2x, 2y də, elə deyilmi? Y üstündə mənfi x kvadrat, bıraq y üstündə mənfi y kvadrat. X aid olan hissə ayrılmalıdır və bunlardır. Bax, cavab. Y aid olan da o bir tərəfə ayrılmalıdır. Onun dispersiyasını istəyir. Dispersiya bərabərdir NPQ-yə. N2 dərəcətdir. 0,78 vuraq 0,22. Dispersiya bərabərdir mx'in kvadratı çıxaq m'in kvadratı x. Mx'i tapanda vurup toplayacaqsınız. 10 vuraq, bura vuranda 10 vuraq 0,1 üstə gələk. 20 vuraq 0,6 üstə gələk. 50 vurursa 0,3. Mx kvadratını tapanda isə 10'un kvadratı vuraq 0,1 bura üstə gələk. 20'nin kvadratı vuraq 0,6 üstə gələk. 50'nin kvadratı vuraq 0,3. Yazıb hesablayıb gətirib burada yerinə qoymalısınız. Sıxılı funksiya törəmə alınmalıdır. Buradan törəmə alanda bu 1 edir, buralar da 0 edir. Deməli, burada 1 ilə olan cavab var. Sonra m2x2 vuraq. Riyazi gözləməsi müntəzəm paylanmanın a plus b bölü 2 düsturudur. 2 plus 8 bölü 2 vuraq. 10 plus 16 bölü 2'ye. Burada çünkü riyazi gözləmənin xəssəsini açdım. Burada yenə mx plus 2 eləyir. Deməli 4 plus 2 bölü 2 üstə yerə birində 2. Dispersiyası isə b minus a'nın kvadratı bölü 12'dir. Bunu isə bərabər olacaq 4 vuraq dx-ə. Dispersiyanın xassəsinə görə sabitin dispersiyası 0'dır. Sabit vuruq da qarşıya kvadratla çıxır. Müntəzəm paylanıbsa, sigmanı istəyirsə, sigmada dispersiyanın kvadrat köküdür. Dispersiyanın düsturu da burada var. mx istəyir 4, 6 plus 2 bölü 2.
Space b minusanın kvadrat bölü 12. Belə bu qayda ilə. Mx bərabər a plus b bölü 2. Real gözləmədir. Aha, dx istəyir və bu biraz dx bərabərdir. Düstur ümumi şəkildə yazacağım. İntegral adam b'yə x'in kvadratı fx dx. Çıxaq m'in kvadratı x. Bunu hesablasam integral 0-dan 1'ə x kvadrat bıraq 3x kvadrat dx. Əvvəl bunu hesablayıram. Bu eləyir 3, 4, 5'də 3. X'in üstü 4, 5 eləyir. 0-dan 1'ə də belə 5'də 3 qalır. 5'də 3'dən çıxacağım. Bu da 4'də 3'ün kvadratı 16'da 9'dur. Bu da eləyəcək 80'da 48 minus 45 3. Ha, bu ihtimal tapanda bunun deməli ihtimal olacaq integral 1'dən 2'ye kimi 9'da 2 vuraq 3x çıxaq x'in kvadratı dx. Bərabər 9'da 2 vuraq 3x'in integralı verəcək mənə deməli 2'də 3x'in kvadratı çıxaq x'in kubu bölü 3. Sərhədlər də 1'dən 2'ye kimi bərabər. Bir dəfə 2 yaz çıxaq, bir dəfə də 1 yaz hesabla. Törəmə alınmalıdır. Buradan törəmə alanda nə verəcək bizə? Arksinusun törəməsi, bura 0 verir. Arksinusun törəməsi də 1 bölək 1 minus kök altındadır da bu. X kvadrat bölək 4 vuraq 2'də 1. Bu 2'lər gedəcək, nə qalacaq burada? 1 bölək pi vuraq. Burada da 1 bölək kökdə 4 minus x kvadrat. Belə bir ifadə verməlidir. Bu da cavabda var burada. Törəmə alınmalıdır. Arctangensin törəməsi 1 bölünsün 1 plus x kvadrat. Burada yerinə qoyulmalıdır. 0 qoyan, 1 qoyanda buraya eləyir 2'də 1 plus 1 bölək pi vuraq, pi bölək 4. Çıxaq 0'da qoyanda 2'də 1 qalır. Bu da cavab 4'də 1 qalır. 3'dən böyük olan vəziyyətdə 1 elə axtarmağa dəyməz. Ha, bunun integralı adam b'yə kimi mənim sonsuzluq, müsbət sonsuzluq 2a bölək 1 plus x kvadrat dx. Bu 1'ə bərabər olmalıdır. Xassədir bu. 2a vuraq arctangens. Sonsuzluqda arctangens verir. O da sonsuzluqda pi bölü 2 çıxaq mənfi pi bölü 2. O da pi bölü 2. Bərabər 1'ə. Bu da nə verir? Pi a bərabər döndürür 1 bölü 2 pi'yə. Aha. F b çıxaq f a düsturu var. O da bərabər. Bir də bunu yaz, bir də bunu yaz. Hesabla. Cavabda görünə çıxır odur. Ha, bunun integralı mənə verəcək nə? Deməli integral 0'dan x'e kimi də belə götürülür 0'dan x'e. Fx dx. Bu hesablanmalıdır. Ya cavab əzbərliyim. Spesiyasını tapmalıyam. Bu eləyir 9 vuraq dx-i. Spesiyada bəyan elədim orada mx'in kvadratı çıxaq m'in kvadratı x. Yuxarıda buna uyğun sual işləmişəm, onu yazmıyorum. Poisson paylanmasının dispersiyası lambdadır. Mx kvadrat nədir? Deməli, m kvadrat x elə mx sözü lambdadır. Lambdanın da kvadratını qalacaq burada. Mx kvadrat plus ayrı tapıb toplamaq lazım. 1'in kvadratı vuraq 0.3, üstə yerə 2'nin kvadratı vuraq 0.7. Bu birinciyə aiddir, o birisi də ikinciyə aiddir. Sonra bir-birindən tapıb toplanmalıdır. 2 vuraq mx kvadrat, üstə yerə 1. Xassələrini yazıb yerinə hesablamaq lazımdır. Burada eləyəcək 64 vuraq dx 2, üstə yerə eləyəcək bu. 25 vuraq 3. Burada 0 eləyir, 7'nin dispersiyası. Burada nə baş verir? Bu ədəddir. Burada eləyir 4 vuraq dx-ə. O da 4'a qalır. Burada 4 vuraq dx eləyir. Bu 0 eləyir. O da 4'a yenə. Aha, lambda 0.3 dispersiya 0.3 deməkdir. Bu da eləyir 25 vuraq dx. O da 0.3. Bu da cavabı hesablayın yazın.
Burada yine 0.3'tü. Bu ədəddir. 3 bura 0.3'in 0,9 çıxaq 5 bura 0.3. Bunu hesablayıb yazılmalıdır. Bunun lambdası 2'dir. Deməli dispersiya bura 0 verir. Bura ədəddə 0 verir. Bu deyir 25 vurulsun dx2 50. Burada da dispersiya 3'dür. Burada yazanda bu ədəddir. Bu deyir 4 bura 3'ə 12. Aha, normal paylanmanın dispersiyası elə sigma kvadratdır. Ona göre bu 0 verecek. Burada elə 1 kimi qalacaq. Aha, bu. Binomial paylanmanın dispersiyası MPQ'dur. Bunlar ədəddir. Bax, birdən bu 9 buraq dx. Dx'im də 5 buraq 0.3 buraq 0.7. Eyni şeydir. Bura yenə 0 verir. Bu deyir 4 buraq dx. Dx'im yenə 10 0.2 0.8. Burası 0'dır, burada 0'dır. Bir tane bu dx kalır. Dx de 5, 0.9, burası 0.1. Yine burası 0'dır, dx kalır. 10, 0.2, 0.8, 1.6. Aha. 4, baxarımızı 4'ü silin. Burada ne kalır? Bunların cəmi nə qədər eləyir? 0.6. Demək cavab da 0.6'dır. Paylanma funksiyasının xası. Birdən kiçik qiymət alınırsa ihtimalı 0'dır. El qaydası öyrətmişim. 4 ilə 5 aralı bu. 5'i sildim. Bu hissə qalır. 0.7. 40. 40'ı da buranı sildim. Bura qalır. Bunların cəmi 0.85. Aha. Yine mx'i tap. my'i də tap. Sonra bir-birinə vur və cavabı da 2'ye vur. Ha, bu Poisson paylanmasının lambdası mx'i lambdadır. Bunu da 2'ye vuracağım. 2 lambda olacak cevap. Burada da bunlar 2'ye lambda 2'ye beraber. Deməli olur 2 çıxaq 2 plus 2 vuraq 2 çıxaq 1. Gör nə verir? 3 eləyəcək. Aha, bu 2 vuraq mx eləyir. Mx də adı 2a cavab. 2a çıxaq a. Baştan düzelt. Burada da 2 çıxaq 2 0 qalır. Mx nə var olduğu kimi qalır da. Mx heç nə dəyişmir. 3 çıxaq 3 vuraq 2 plus 5. Cavab da 5 qalır. Burada mx 3'dür. 15 plus 1. Burada mx np'dir. Bax mx'in. np. Ödelir 10 vuraq 0.8 böylece 8. Deməli olur 2 vuraq 8 plus 8. Burada da 10 vuraq. Deməli böyle 2 vurulsun mx. Mx'im 10 vuraq 0.2'dir. Bu 2 eləyir. 2 çıxaq 3. 1. Real gözləməsi yenə də 5 vuraq buna. 0.5. 2 vuraq 0.5. Üstə yerək 3. Burada mz'e 5 vuraq 1 çıxaq 2 vuraq 2 plus 4. Yine Poisson paylanması budur. Poisson paylanmasının düsturudur. İlk yüzlüğü bitirdim. İnşallah növbəti yüzlüğü də izah edib yerləşdirəcəm. YouTube'a yerləşdirəcəm mən.